Salam dostlar, bugün sizinlə birlikdə e, Robloxdakı Robloxdakı evlərimi göstərəcəm, 6-cı evimi göstərəcəm, 7-ci evimi, yəni bu oyunun sonuncu evini sizə göstərəcəm. Bəlkə də bu oyunun sonuncu videosu ola bilər, bilmirəm, bəlkə sonradan çəkdiyim nəsə gizlən qaçıb və yaxud da maşınlarımın hamısını aldığımı göstərmək üçün bir şey. Nəsə, bu ev otel kimi də belə pet house və yaxud da ki qəşəng varlı binası kimi hər şey adlanır. Can evimizi göstərək. Evimiz birincisi 5 mərtəbəlidir. 5 mərtəbəlidir. Bura birinci mərtəbəsidir. Bu lift binada yoxdur bizimdir. Binanın ən yuxarısındayıq. Bu lift bizi binanın ən aşağısına düşürür. Bu lift isə öz evimizdəki qatlara çıxır. Can bir göstərək evimizi. Evimizə girdikdə qarşımızda bənçə bir şəlalə çıxır. Sonra onun yanında bənçə bir divan. Elə belə divan deyil, iki divandır. Divanımızın qabağında stol var. Stolun üstündə belə aksesuarlar, içəcəklər. Sonrasında burada şəminəmiz var. Şəminənin də üstündə televizorumuz var. Burada kitablıq falan var. Burası bence adi belə stoldur, bar stolları falan. Sonrasında birinci mərtəbənin balkonuna anaxırda çıxarıq. Başqa olaraq birinci mərtəbədə bir gəmi var, bence aksar gəmi. Sonrasında burada da bence bir şəlalə piano var, orada mərtəbəmiz var. Və burada idman yerimiz var, burada idman etmək olur. Çox yekə bir idman yeridir. Sonrasında burası idman yerinin belə hamamdır, burada çimmək olur. Sonrasında burada ən sevdiyim yerlərdən biri boks yeri var. Burada boks yeri var, burada boks eləmək olur dostlarınızla. Burada boks eləmək olur. Sonrasında birinci mərtəbədə bir də o tərəfdə qaldı. O tərəfdə stollar falan var, başqa heç nə yoxdur mən bilən. Burada yenə stollar, stolların üstündə aksesuarlar. Burada stol var. Ümumiyyətlə burada kuxna kimidir və kompüter var. Burada qazımız da var. Sonrasında yenə divanımız var. Divanın qarşısında televizor. Və burada stol var. Stolun yanında da gitarlar var. Birinci mərtəbəmiz bu qədərdir. Keçək birinci mərtəbənin balkonunu göstərim. Bir də burada bənçən bir otaq var. Burada tam elə kuxnadır. Burada da bence yemək pişirmək falan olur. Buradan da girişmək olurmuş. Burada bir də ki tuvalet var, kuxna tuvaleti. İndi gedək buradan balkona gedək göstərim. Balkonumuzda burada stollarımız var. Benzinin ağaçlıqlar var. Sonrasında burada YouTube'da paylaşılır belə. Topu atır məsələn haradaydı, orada onun ərazisi olur. O insan bir oyunumuz var. Balkonda başqa heç nə yoxdur mən bilən. Bir də ki balkonun burasında bence bir stollar var. Yanında da belə ocaq kimi bence nəsə alovlu bir şey qoyublar. İndi gedək aşağı mərtəbəni göstərim. Aşağı mərtəbə sadəcə belə deyim, ancaq paşlı ilə maşın yerinə ev var. Yekə bir qarajdan. Gedək aşağını göstərim. Aşağı gəldikdə burada bir bowling yeri qarşılayır bizi. Bowling deyirəm, oyunun adı mantıqdır. Bence bir oyun qarşılayır bizi. Taş buna bowling dedim. Sonrasında burada stolumuz var. Burası bir de müzik koridordur. Böyle müzik desen müziğe gelsin. Çok şəkillər falan var. Böyle bakın. Mesela burada fil var, kirpi var. Sonrasında burada bir tane de fil var. Pələng var, tülkü var, yenə pələng var. Burada görək nədir? Burada bence baxım yeridir. Burada qəşəng bence kəpənək var. Sonrasında burada isə hamam kimi bence yer var. Buradakı oğlanların bərbərdir, nə idi? Başa düşmədim. Yəqin burada qızlarındı. Burada zebra, bir də kirpi şəkilləri var. Burada sinema yerimiz var. Bu sinema yerində
əlavə olaraq popkorndan əlavə olaraq su yerdə atırlar. Burada sinemamız çox qəşəngdir, işıqları falan. Oturacaq yerlər də çoxdur. Sonrasında burada bir stolumuz var. Stolda şahmat və içməyə soklar. Bir də ki, burada krant var, nə əlaqə bilmirəm. Sonrasında burada bu oyunun da adı yadıma çıxdı. Bu var. Benim bir oyun. Balaca tapılır, böyle takılır, bu deşikləri soxmaq çalışırsınız. Bir bura. Sonrasında əsas yer garajımız. Burada yekə bir garajımız var bizim. Burası garajdır. Yekə bir garaj. Buradan maşından çıxartmaq desəniz, maşına indikdə buradakı lift var. Bu qapıda lift var. Maşını buradakı liftdən aparırıq, aşağı düşürdürük. Burada təxminən gəlin sayaq birincisidir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə saxlamaq yeri var. Bir dənə buradadır. Yəni bu evdə bir dənə aşağı mərtəbədədir qaraj, başqa çıxardı qaraj yoxdur. O birisi dördüncü evimizdə isə o axırı dəfə tanıtdığım evdən, cəmi evindən əvvəlki evdə isə 10 dənə idi, yəni maksimum. Evin ümumi isə 15 dənə saxlamaq yeri var idi. 5-i həyətdə idi, 10 da ki yuxarıdaydı, aşağıda hətta. İndi gedək ikinci mərtəbəni göstərim sizə. Evlərimizi qurtarmışıq artıq bu evdə də, yəni bu oyunda. Buna oxşayan mən üçün bir oyun tapsam oynaya bilərəm, bilmirəm, bəlkə oynamaram. İkinci mərtəbəyə gəldik. İkinci mərtəbədə mən içindədir. Qorxalıqlar var ki, belə düşməyək. Sonrasında ikinci mərtəbədə burada bitkilər falan var. Burada da şəkillər var. Sonrasında burada oyun mərkəzimiz var. Burada oyun oynamaq olur. Mənim üçün televizor var, oturmaq olur. Oyun yerlərindən basketbol yeri, bentinə bir də ki oyun oynamaq yerləri var. Bu da ki nədirsə, bilmirəm bu nədirsə, heç anlamadım bu nədir. Sonrasında buradan balkona çıxır. Bizə balkon lazım deyil hələ ki, çünki otaqlar göstərəcəm. Otaqlardan burada bentinə bir otağımız var, hamamdır. Burada hamam yekədir, belə 2 dənə hamamdır, dəsmallar falan da var. Buradan bu yeni balkona çıxır. Burası da ki, məncə bir otaqdır. Burada da yataq otağı deyəsən bura, hə. Bura yataq otağıdır bəncinə. Burada oturmaq olur. Orada da yəqin oturmaq olur, çünki kitabını qoyub bura. Sonra burada da dəsmallar var. Bir də ki, yataq otağının geyinmə otağı, bir də ki, yataq otağının hamamı var, aşağı. Hamamın da ki, benim üçün bir küveti vardı, belə vanna yeri. Burada hamamdır, burada da çimmək olur. İndi gedək ikinci mərtəbənin balkonuna. Gedirik ikinci mərtəbənin balkonuna gəldik. Buradan üçüncü mərtəbəyə çıxmaq olur. Deməli, burada məncə bir havuzumuz var. Bu havuzda üzmək olur yenə. Havuzumuz qəşəng havuzdur, bir işıqlar falan çox qəşəngdir. Burada şezlonglarımız var. Şezlonglarda uzanmaq olur. Sonrasında görək burada başqa nə var. Bir də ki, balkon qırağında həmçinin oturmaq yerləri var. Başqa heç nə yoxdur bu balkonda. Gedək üçüncü mərtəbəyə, görək üçüncü mərtəbədə nə var. Burada bir dənə heykəl var mərtəbənin altında. Sonrasında çıxdıq indi yuxarı. Çıxanda burada ilk öncə bizi bir hamam qarşılayır. Sonrasında yanında bir dənə yataq otağı var. Yəqin ki, bu hamam yataq otağınındır. Bəli. Buranın niyə bənc heyfər heç başım çıxmır. Sonrasında burada şəkillərimiz var. Zebranın tilki var yenə. Hədə kirpi. Burada tülkümüz var şəkil olaraq. Burada da hamam var. Yəqin ki, buradan çıxır. Ya buradan isə otağa çıxmır.
Burası ama yatak otağı değil. Buradan oranındır. Bu yatak otağındaki bence bir balkonu var. İndi gedək 3-cü mərtəbədə görək başqa nə var. Burada kitablıq var bence. Romb şəkilli. 3-cü mərtəbədə burada bu nədir belə? Hə, burada paltar yumaq yeridir. Burada da paltar yumaq yerinin yanında liftimiz var. Burada görək nə var. Burada maşın deyirəm. Yatak otağımız var. Yatak otağındakı özünün benzən bir hamamı var. Gedək görək başqa nə var. Başqa bir dənə də benzən bir yatak otağımız var. Eyni yatak otaqları. Buradan isə 4-cü mərtəbəyə çıxmaq olur. İlk öncə bu balkonu göstərəm. 3-cü mərtəbənin balkonu. Benzən bir qəşəng stolumuz var. Çox qəşəng stoldur. Sonra şəlalə kimi benzən bir yerimiz var. Sudur bura. Şansonlarımız var orada. Burada stolumuz var. Barbekü yeri. Burada ise qəşəng yenə eyni havuzumuzdan var. Yenə eyni havuzdan. Burada da oturmaq olur bence. Stolda da gül falan var. İndi gedək yuxarı. Keçək buradan yuxarı gedək. Yuxarıda helikopter yeri var amma helikopter yoxdur. Bilmirəm niyedir. Yuxarıda helikopter yeri var amma helikopterimiz yoxdur. Başqa da bagaj yeri var. İndi baxarıq görək var yoxdur. Girdikdə burada benzən bir yol qarşılayır bizi. Ve axırıncı mərtəbəyə, 5-ci, 4-cü mərtəbəyə. Burada arxamızda şəlalə var. Burada da oturma yer var. Sonrasında burada da benzən bir stolumuz var qəşəng. Burada da qarşısında şömine var. 5-ci mərtəbədə sadəcə bunlardır. Bir də ki, burada helikopter olmalıdır amma helikopter pisti var amma helikopterin özü yoxdur. Görürsən niyə elədir? Heç özümü bilmirəm. Burada baxın benzən bir işaret var. Deyir ki, bax helikopter. Burada ama helikopter canlandıran yer yoxdur. Bu evimiz də bu qədər idi dostlar. Yəni bu qədər idi. Bəlkə də bu video bu oyunun sonuncu videosuydu. Bu arada kanalımız 40 abunə, 1 abunə qaldı. Bəlkə də 40 abunə olabiləcək. Abunə olduğunuz üçün çox təşəkkür edirəm. Bu videonun burada sonuna gəlirik. Sağ olun, salamat.